العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين على nebiyina Muhammed ve ala alihi ve sahbihi ecmaîn. Rabbimize şükürler olsun. Uca Allah'ın salamı, salavatı Peygamberimiz sallallahu aleyhi ve sellem, onun ehli beyti, əshablar üzerine olsun. Uca Allah Teala bizler ilim öğrenmede müvaffak eylesin. Uca Allah sonumuzu güzel eylesin. Uca Allah Teala bizler ilim öğrenmeyi, əmel etmede müvaffak eylesin. Çünkü ilim çok önemlidir. Bugün böyle bir mevzuya başlayacak inşallah. Yani dinimizin esasları, hansı ki cennet cehennemi kazanmak buna bağlıdır. Kabirde soru-sual da buna bağlıdır. İnsanların çoxu bu meselelerde öğrenmirlər, cahillik gösterirlər, hansı ki en çok öğrenilmeli meselelerdir. Yani dinimiz, Rabbimiz, dinimiz nedir? Allah da bizlerden ahirette ilk soruşacak şeyler nedir? Yani buna deyirlər ki, əsaslar, 3 əsas qəbirdə soruşulur. Rəbbin kimdir? Dinin nədir? Subhanallah. Və o sizə göndərilən insan haqqında nə bilirsiniz? Yəni Muhammed sallallahu aleyhi ve sellem. Ondan əvvəl burada gözəl bir məsələ toxunmaq lazımdır. Bu hər birimizə aiddir. فَإِنَّ الْعِلْمُ وَطَلَبُهُ مِنْ أَفْضَلِ الْقُرْبَةِ. Yəni elm öyrənmək, əsas burada birinci gəlir İslam elmi. Elm öyrənmək, Allah'ın kəlamları, Resulullah'ın hədislərini min afdalı qurbət. Allah üçün ən dəyərli ibadətlərdəndir. Subhanallah. Həmçinin elm tələb etmək, elm öyrənmək bütün diğer müstəhəb əməllərdən üstündür. Subhanallah. Elm öyrənmək, öyrəndiyin yaymaq, Allah'ın kəlamından bir ayə, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bir kəlamı, bu İslam dinine yardım etmeyi demeydi ve elm yaymak şeytanı ve düşmanları məyus eləmək demeydi. Düşmanlar biz ne zaman aldadılar? Bizim elmimiz olmayanda. Subhanallah. Ona göre de elm öğrenmek peygamberlerin vərəsəsidir. Peygamberler özlerinden sonra mal mülk miras koymazlar. Elm miras koyurlar. Ona göre alimler peygamberlerin varisleridir. Her bir insan dinimizi öğrenmelidir. Öğrendiğini yaymalıdır. Müslümanlar cahil olanda, dinini bilmeyende bid'at, hurafat, o kadar şeyler İslam dini adını əlavə edirlər. İnsanlar ne edir? Dindən uzaqlaşır. Ona göre çok öğrenmeliyiz dinimizi. Dini əsasları. Her zaman buna nedir? İhtiyacımız var. Ona göre de bakın, elm öğrenmeyde güzel bir qayda həmçinin. Elm öğrenirken nedir? Birinci, əsasdan başlamak. Elm bir dəfə öğrenilmez. Bəziləri çıxırlar, dəvətçilər insanlara elə elm məsələlərini danışırlar ki, çoxları başa düşmür və ya çoxlarının dindən uzaqlaşan səbəb olur. Birinci, dində ən mühüm məsələləri öyrənməliyik. Və elm həmçinin bir dəfəyə öyrənilməz. Elm illər lazımdır öyrənməyə. Necə ki, baxın, alimlərində bizi buyurur Şihab-ı Zuhri, deyir ki, mən raməl ilmə cümlətən. Kim elmin hamısını birden öğrenirse hamısı birden gidecek. Ve innema yatlubul ilme ala marrul eyyam ve leyali. Elmi öğrenenler insanlar illerle yavaş yavaş geceler, gündüzler bir defaya nedir? Elm öğrenmez. Həmçinin elm öğrenmeydi. Esas nedir? Balaca meselelerden başlamak. Böyük meselelerden evvel. İnsan balaca meseleleri, esas meseleleri bilmese, böyüklerden başlasa bazen yolunu azacak veya bazıları var ki əsas məsələlər öyrənmirlər, böyük məsələ öyrənirlər ki, alimlərlə mübahisə eləsinlər, özünü elmli göstərsinlər. Bu da onların çoxunun azmasına nə olur? Səbəb olur. Subhanallah. Ona görə nədir? Elm. Elm öyrənmək, tədricən, yavaş-yavaş, tələsməmək. Subhanallah. Və həmçinin elm öyrənəndə birinci, nədən başlamaq? Əsasdan. Qəbirdə bizi nə soruşacaq? Mələklər nəyi soruşacaq? Rabbimiz kimdir? Dinimiz nedir? Peygamberimiz kimdir? Yani insanın Rabbini tanıması, peygamberi tanıması, İslam dinini bilmesi, kabirde bundan başlanacak soru-sualın. Subhanallah. Onun ki her bir mümin bunu bilmelidir. Kabirde iki melek gelecek, oturduracak. Men Rabbuk. Rabbin kimdir? Bilen insan diyecek. Doğru əqidə olan insan diyecek. Rabbim Allah'tır. Dinim İslam'dır. Bize gönderilen Məhəmməddir. Hardan bildin? Allah'ın kitabını okudum. Allah'ın kitabını okudum. İman getirdim. Yani bunları bilmeden insan, hansı ki bu dinimizin esasıdır.
Ona görə də alimlər nə edirlər? Birinci nədən başlamaq lazımdır? Bu əsası bilmək lazım, 3 əsası bilmək lazımdır ki, hansı ki qəbirdə bundan soruşulacaq. Subhanallah. Əgər doğru cavab versə, ondan sonra axirəti gözəl olacaq. Yox, doğru cavab verməsə, ondan sonra axirəti daha pis olacaq. Subhanallah. Və buyurur: "İ'lem rahimekallah." Bil, Allah sənə rəhm etsin. Baxın, alimlər necə başlayırlar. Allah sənə və bizə rəhm etsin. Çünki nəyə görə rəhmətlə başladı? Çünki elm bunu gərəkir. Elm dinimiz rəhmət dinidir. Elm yumşaqlıq dinidir. Rəhmət üzərində qurulub. Necə ki buyurur Peyğəmbərimiz sallallahu əleyhi və səlləm: "Er-rahimuna yerhamuhumur rahman." Rəhm edənlərə Allah rəhm edər. Subhanallah. Bu hədis nədir? Elmin əsasıdır. Er-rahimuna yerhamuhumur rahman. Rəhm edənlərə Allah rəhm edər. İrhamu men fil ardı yerhamukum men fis sema. Siz yer üzərində olanlara rəhm edin ki, səmada olan, yəni səmanın üzərində olan Allah sizə rəhm etsin. Deməli, elm nə üzərinə qurulub? Rəhmət üzərinə qurulub. Elmin sonunca insan nə? Allah rəhmətini qazanır. Həm dünya rəhməti, həm də axirət rəhməti. Subhanallah. Ona görə birinci nədir? Əl-ilm. Nədən başlamalıyıq? Baxın, bunu çox gözəl bilməliyik. Ahirətimiz buna bağlıdır. Bu həmçinin cənnətin açarıdır. Necə deyirlər? Cənnətin açarı nədir? La ilah gəlməsi. Amma açarın nəyi var? Dişləri var. Açarın dişləri zədələnsə, qapını aça bilməyəcəksən. Ona görə də bu budur. Əl-ilm. Onu söndürürlər mən. Əl-ilm və huve ma'rifetullah. Allah'ı tanımaq. Və ma'rifetu nebiyyi. Peyğəmbəri tanımaq. Və ma'rifetu dini İslam bil ədillə. İslam dini dəlillərinə bilmək. Kör-körana təqlid deyil. Subhanallah. Təəssübkeşlik deyil. Ona görə birinci məsələ nədir? Əsas bu 3. Əsas ki, qəbirdə bundan soruşacaq. Rəbbimizi tanımaq, dinimizi bilmək və Peyğəmbəri bilmək. Ona görə də bu elmdə təqlid olmaz. Çünki nəyə görə? Əqidə məsələlərin təqlid olmaz. Çıxır ortaya, filan müştəhidi təqlid eləməlisən. Müştəhid də nə gəlir danışır. Əqidə məsələlərin təqlid olmaz. Əqidə nə deməkdir? Allah ibadət deməkdir. Rəbbimizi tanımaq, dinimizi tanımaq, Peyğəmbəri tanımaq. Subhanallah. Ona görə bu məsələlərdə təqlid olmaz. Ancaq nəyə dayanmalıyıq? Quran, sünnə, Rasulullahın buyruğu. Subhanallah. Allahı tanımaqdan danışan deyir ki, müştəhid təqlid eləməlisən. Tevhiddə heç kimsə təqlid olunmaz. Bu çox ciddi məsələdir. Subhanallah. Ona görə də dinimizin əsası bax budur. Ona görə də bir insanın dinin doğru olması üçün dini dəlilləri ilə öyrənməlidir ki, ancaq ibadətə layiq olan kim? Uca Allah Teala. Allahdan başqa heç kimsəyə nədir? İbadət edilməz. Subhanallah. Bu deməkdir Allahı tanımaq. Yəni ibadətlərə layiq kimdir? Uca Allah Teala. Bütün kainatı yaradan kim? Uca Allah Teala. Subhanallah. Allah şərik qoşulmaz. Ona görə nədir? Birinci nədir? Əl-ilm. Elm öyrənmək. Sonra onun açıqlanması gələcək. İkinci nədir? Əl-əməlu bihi. Öyrəndiyi elmlə əməl etmək. Üçüncü, əd-də'vatu ileyhi. İnsanları bu yola dəvət etmək, haqq yoluna. Dördüncü, əs-sabr aləl-əzə bihi. Bu yolda əziyyətlərə səbr etmək. Subhanallah. Əl-əməlu bihi. Yəni, elmlə əməl etmək. Tərk etməmək. Çünki bəzi elm vardır ki, onu tərk etsə insan küfrə girər. Bəzisi var ki, tərk etsə günah sahibidir. Bəzi elm var ki, tərk etsən günah yazılmaz. Subhanallah. Ona görə nədir? İlm yanqasim, qismlərə bölünür. Fəl-ilmu bit-tevhid. Tevhid elmi. Nə deməkdir? Bi-ennallahu el-mustahqu lil-ibadə. İbadətə layiq ancaq Allahdır. Əgər qul bilərsə ki, Allahdan başqasından dua edilməz, Allahdan başqasına istənilməz, Allahdan başqasına ibadət edilməz, bu elmi necə tərk edə bilər? Bu elmi tərk etsə, o zaman Allah şərik qoşacaq. Allah şərik qoşanda əməl ona fayda verməz. Subhanallah. Ona görə deyirlər ki, bu elmi tərk etmək insan küfrə girir. Çünki tevhidi tərk edirsən. Amma bəzən elmi tərk edirsən, günah edirsən. Misal üçün, içki haramdır. Satmaq da deməli haramdır, almaq da haramdır, süzmək də haramdır, süzdürmək də haramdır.
Mesela bu insan bunu haram olduğunu bilir ve buna muhalif olursa bu muhalifle onu dinden çıkardı yok. Günah daşı, büyük günah sahibi. Ama nedir? Dinden çıkmır. Ama birinci meselede tevhidi bilir ki ibadet yalnız Allah'a edilmelidir. Allah'tan başkasına dua edilmez ve onun tersine edilirse Allah şerik koşursa bu küfürdür. Veya misal için elm beğenilmir, mekruh. Misal için neye göre? Bazı misal için Peygamberimiz olsa namazda hansısa bir sünnesini terk ederse bilenden sonra olmaz ki bilenden sonra terk etmeyi. Misal vacib olmayan bir sünneni terk etti. Beğenilmir. Ona göre de bazen elm olur ki yani mübah diller ona. Yani icazə verilib. Mesela bazı adetler, o adetler ki misal için dine zid değil. Misal için diye ki namaz kılarken bazen başına böyle tekke koyurlar. Bu Peygamberin sünnesinde gelmeyip onu terk etmeyi mübahtır. Haram elim değil. Bunu terk etsen insan günah kazanmaz. Ona göre elim kısımlara bölünür. Ve sonra el-amelu, yani amel etmeyi. Ne demeydi o? İllellezine amenu ve amilu salihat. O kesler ki iman getirdiler ve amel ettilerdir. Üçüncü davet etmek. Bildiğin şey insanlara davet etmek. Davet ya sözden olur, ya fiille olur. İnsanlara başa salırsan, subhanallah. Ona göre mümin bildiği şeyi insanları davet eder. Vacip elim, birinci tevhid elmi, sonra müstehab elim, diğer ve dördüncü de buna sabretmek. Subhanallah. Yani sen davet edirsense hoşlamayanlar olacak seni, eziyet veren ne olacak? Diliyle veya eliyle. Ona göre de nedir? Peygamberler Allah'ın seçtiği en güzel mehlukat ama ümmetleri onlara eziyet verdiler. Bazıları imtihana çekildi. Bazıları öldürüldü. Bazıları işkence verildi, dövüldü. Ama buna ne dediler? Sabrettiler. Subhanallah. Ona göre nedir? Elimden emel, davette sabır lazımdır. Buyurur Allah Teala, fasbir, sabreyle fe inne va'dallah hak. Allah'ın vaadi haktır. Subhanallah. Altı ne buyurur Kur'an-ı Kerim'de? En büyük delil nedir? Əsr suresi. Vel asr. Andolsun əsr çağına. İnnel insane lefi khusr. İnsan ziyan içerisindedir. Bütün insanlar. İllellezine amenu. İstisna. İman getirenlerden başka. Ve amilu salihat. Salih amel edenlerden başka. Ve tevasav bil hak. Hakkı tövsiye edenlerden başka. Ve tevasav bil sabır. Sabrı tövsiye edenlerden başka. Əsr suresi 1-3. ayet. Bakın diyor ki İmam Şafii, eğer diye Allah Teala öz yarattığı mehlukat üzerinde hüccet olarak bu sureden başka sure indirmeseydi, bu sure kifayet ediyor insanlara. Çünkü bu surede 4 tane dediğimiz mesele var. İlim öğrenmek, amel etmek, davet etmek ve sabırlı olmak. Subhanallah. Vel asr, andolsun əsr çağına değil Allah Teala. Yani mütlak olan zamana and içir. Allah Teala bir şey and içirse zamana veya Kur'an-ı Kerim bir şey, deməli o hadisenin onun mekanın veya zamanın şerefli olduğunu bildirir. Allah Teala istediğini and içə bilər. Ama biz Allah'tan başkası and içə bilmərik. Çörək hakkı, yol hakkı, qənd hakkı, falan övlü hakkı olmaz. Biz and içəndə ne demək? Allah. Yani billahi, vallahi. Onun ya deyir, altı and içir. And içirse yarattığı bir məhlukatına onun şerefli olduğunu gösterir. Yani zaman şereflidir. Zamanda insan Allah ibadet edir. Ömür keçib gedir. İbadet edir ki Allah dergahında şerefli olsun. O cennet ehli olsun. Subhanallah. Ve sonra ne deyir? Allah'ta ne deyir? Əsr çağına ne deyir? And içti. Ve sonra dedi ki bütün insanlar ziyan içerisindedir. Yani helak içerisindedir. İllellezine amenu. İman getirenlerden başka. Ne demek iman? İman kavlun. Sözlen deyilir. Ve amelun. Amel edilir. Ve itikadun. İtikad edilir. Subhanallah. Ve hâzel i'tikad huvel ilim. Bu itikad ilim demektir. Subhanallah. İlimin yeri haradır? Qalb ve insan ağlı. Ona göre ilim ehli, yani bilenler ziyandan nicat tapırlar. İllellezine amenu. İman getirenler ve amilu salihat ve salih amel edenlerden diye başka. Subhanallah. Ona göre nedir? Burada Allah Teala nedir? Bizler ona göre deyir ki biz bu meseleleri bilmeyi nedir? Vacibdir. İlim ve sonra nedir? Amel. Ve amilu salihat. Salih amellerdir edenlerden başka. Ve sonra nedir? Ve tevasa bil hak. Hakkı tövsiye eder. Ve tevasa bil sabır. Ve sabrederler. Yani sen hakka davet edirsense sana eziyet verenler de nedir? Olacak. Ve tevasa bil sabır.
Səbri tövsiyə edənlər və səbir də 3 qismə bölünür. Sabrun alə ta'a, Allah itaətdə səbirli olmaq, ibadətdə davamlı olmaq. Sabrun ənil ma'siyə, günahlardan səbir, yəni özünü qorumaq günahlardan. Sabrun alə əqdarilləh, təsurru və ləttu'lim. Allahın qəza və qədərinə istər sevincli olsun, istər sənə ağır gəlsin, səbirli olmaq. Subhanallah. Yəni, Balta nə edir? Bizlərə bu səbri bildirir və deyir ki, bundan başqa bütün insanlar ziyan içərisindədir. Ona görə biz elmi öyrənməliyik. İslam elmi, incəliylə, tohid elmi əməl etməliyik, bacardığımız dəvət etməliyik və səbirli olmalıyıq ki, ziyan içərisində olanlardan olmayaq. Ona görə nə deyir? Bəbul ilmi qabləl qablu və əməl. Sözdən və əməldən əvvəl nədir? Elm öyrənmək. Altına buyurur, fə'ələm, bil, ənəhu la iləhə illallah. Allahdan başqa ibadətlə haqq məbud yoxdur. Və stəğfir li zənbik. Günahların üçün bağışlanma dilə. Alta birinci nə dedi? Elm öyrənmək. Subhanallah. Elm öyrənməsən, necə əməl edəcəksən? Elm öyrənməsən, cahillərdən olacaqsan. Və əsas, elmin də əsas nədir? Tohid. Vacibdir insan, hər bir insan ki, tohid elmi öyrənsin. Subhanallah. Baxın nə deyir? Vəl-cəhlu dəun, qatilun. Cahillik xəstəlikdir, qatil bir xəstəlikdir. Və şifəuhu, onun şəfası nədir? Elm öyrənmək. Quran, Rasullahın buyruqlarını öyrənmək. Yəni, bunun üçün insan vaxt ayırmalıdır. Cahilliyi nə adlandırır cəhaləti? Öldürücü bir xəstəlik. Cahillik nədən aradan qalxır? Elmlə, Quran və Rasullahın buyruğu ilə. Və sənə bu elmi kim öyrədəcək? Zəlikəl alimu Rabbani, Rabbani alim. Nədir Rabbani alim? Elmi ilə əməl edən. Onun elmi doğrudur. Elmi Qurandandır, Rasulullahın sünnəsindəndir. Subhanallah. Ona görə nədir? Elm, baxın, bu deməkdir. Hər birimiz nə etməliyik? Bunu mütləq və mütləq öyrənməliyik. Elm öyrənmək nədir? Əlbəttə ki, hər kəs üçün nədir? Yəni, bəzi elmlər var ki, hər kəs onu bilməlidir, vacibdir. Ona görə mömin bunları nə etməlidir? Mütləq bilməlidir. Və sonra birini də götürəydik. İ'ləm, rəhməkallah. Allah sənə rəhm etsin, bil. Ənəhu yəcib alə kulli muslimin və muslimətin. Hər bir müsəlman kişi və qadına təəllüm həzir sələsə məsail. Bu 3 dənə qəbirdə sorulu sual olunacaq. Bunları bilmək nədir? Vacibdir. Və biz buna əməl etməliyik. Birinci, ənə Allah xalaqana. Allah bizi yaradıb, və razaqana. Allah bizə ruzi verib, və ləm yatruknə həmələ. Allah bizi, yəni, başsız buraxmayıb. Bəl ərsə ilə rəsulən, bizlərə elçilər göndərib. Kim o elçilərə, Rasulullah sallallahu tabi olarsa cənnətə girər, asi olarsa cəhənnəmə daxil olar. Dəlil nədir? Allah təala buyurur, Muzzəmmil surəsi 15-ci ayə. İnnə ərsəlnə ileykum rəsulən. Biz sizə elçi göndərdik. Şəhidən aleykum. O, Rəsul şahiddir qiyamət günü. Ey Rəbbim, çatdırdım ümmətimə. Kəmə ərsəlnə ilə Firavun rəsulə. Necə ki, biz Firavuna elçi göndərmişdik. Yəni, Musa aleyhissalam. Ona görə bu nədir? Ən əzəmətli məsələlərdən birisidir. Ənəllah xaləqəl xalqə liğayə. Allah bütün bu məxluqat nə üçün yaradıb? Məqsəd var, qayə var. Ləm yaxluqum suddən. Boş yerə yaratmayıb, əbəs yerə yaratmayıb. Subhanallah. Əlləzi xaləqəl mevtə vəl həyətə. Həyatı, ölümü yaradan odur. Niyə? Liyəbluvakum əyyukum əhsənə əmələ. Sizlərdən hansı yaxşı əməl sahibi olacaq? Mulk surəsi 2-ci ayə. Alta buyurur, əfəhəsibtum ənəmə xaləqnəkum əbəsə. Siz elə düşünürsünüz ki, sizi əbəs yerə yaratdıq, boş yerə yaratdıq. Və ənəkum ilə lə turcaun. Siz bizə qayıtmayacaqsınız. Allah dərgahına qayıtmayacaqsınız. Müminun surəsi 115-ci ayə. Yəni Allah Teala boş yerə mi yaradıb? Yox. Hikmət var. Qayıdacaqsınız. Diriləcəksiniz. Subhanallah. Və bu həqiqətən də hər şey qadrın altı sizi dirildəcək. Ya cənnət, ya cəhənnəm. Fətəalallah məlikul haqq. Haqq olan məlik, hər şeyin sahibi ucadır. Subhanallah. Yəni boş yerə yaratmayıb. O kəslər ki, Allahın hikmətində ittiham edirlər. Nə üçün yaranmışıq deyə? İbadət üçün yaranmışıq. Deməli, biz məxluquq və bizim yaranma qayəmiz var. Nədir bu? وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ. Alta buyurur. Zariyat surəsi 56-cı ayə.
56-58-ci ayə, mən bütün cinləri və insanları ibadət etmək üçün yarattım. Mən uridu minhum rizq, mən ruzi istəmirəm, onlardan yemək istəmirəm. İnnallahu var-razzaq, ruzu verən odur. Zul quvvetil metin, güc qüdrət sahibi odur. Subhanallah. Allah da cini insanı bir qayət üçün yaradır. Nədir o? İbadət. Həmçin bir şey var, imtihan. Nədir? Liyabluvakum eyyukum ahsanu amala. Sizin hansınız yaxşı əməl sahibi olacaq? İbtilə, bir imtihanımız var bizim dəhşət. Nədir o ibtilə? Nədəndir? Ne için? Allah da bizi ne için seçir? Neyle seçir? İbadetle. Hel yu'badu vahde? Tek Allah'a mı ibadet edecek? Yoksa Allah'a şerik koşacak? Qəbirdən, daşdan, ağacdan istəyəcək. Bunun için yaranmışıq biz. Gedib qəbirdən kömək mi istəyəcək? Ya övliya, ya imam deyib Allah'tan başkası Allah'ın yarattıklarından mı istəyəcək? Yoksa tek onu Allah'tan istəyəcək? En əzəmətli məsələlərdən birisidir. İnsan bunun için yaralıb. Ona göre bu gayəni bilməlidir insan. Hikməti bilməlidir insan. Və ibadəti bilməlidir insan. Və Allahın razı qaldığı şəkildə ibadət etməlidir. Çünki Allah elçilər göndərib. Onlar bizi xəbərdarlıq edib, haqqı buyurub. Allah bizi ibadət üçün yaradıb. Boş yerə yaradılmamışıq. Ya sonumuz cənnət olacaq, ya da cəhənnəm olacaq. وَمَا أَرْسَلْنَكَ إِلَّا كَافَةً لِلنَّاسِ بَشِيرًا وَنَذِيرًا. Mən səni bütün insanlar üçün həm müjdələyən, həm də Allahın əzabından qorxusan göndərdim. Səba surəsi 28-ci ayə. Subhanallah. وَاِنْ مِنْ اُمَّةٍ اِلَّا خَلَا فِيهَا نَذِيرًا. Hər ümmətə biz elçi göndərdik. Yəni xəbərdarlıq edirlər Allahın əzabı ilə. Həmçinin müjdəliyirlər Allah'a itaat edənlər. وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ اُمَّةٍ رَسُولًا اَنْ يَعْبُدُوا اللّٰهِ. Hər ümmətə elçi göndərdik. Allah ibadət edin, tağutdan çəkin. Nədir tağut? Allah'tan başqa ibadət edilməz, edilənlər. Subhanallah. Ona görə də Allah bizi boş yerə yaratmayıb. Düşünmə ki, ancaq yemək içmək üçün yaranmısan. Evlənmək üçün yaranmısan. Saraylar, gözəl binilər üçün yaranmısan. Xeyr. Allah da bir şey üçün yaradıb. İbadət edəcəksən, yoxsa Allah'a şərik qoşanlardan olacaqsan, yoxsa ibadətdən uzaq olacaqsan, Allah'ın razı qaldığı əməlləri mi edəcəksən, etməyəcəksən, qəbir dünyasında o gün peşmançılıq çəkəcəksən, peşmançılıq fayda verməyəcək. Yol bir dənə yoldur. Sırat-ül müstəqim. Doğru yol. Allah'a ibadət eləmək, ona heç bir şeyi şərik qoşmamaq, qəbirdən, daşdan, ağacdan istəməmək. Subhanallah. Ona görə elmi öyrənməliyik ki, Allah'a şərik qoşanlardan nədir? Olmayaq. La ilahe illallah. İnnə dinə indəllah İslam. Allah dərgahının dini nədir? İslam dini. Yəni Allah'a tevhidlə təslimiyyət, itaət eləmək və şirkdən uzaq olmaq, müşriklərdən uzaq olmaq. Ona görə Allah bütün elçiləri bu qayə üçün göndərib. Allah ibadət edin, heç bir şey ona şərik qoşmayın. Buna görə elçilərə o qövmləri düşmənçiliyi göstərdilər. Bu əsasa görə Məkkə müşrikləri niyə Peyğəmbərimizə etiraz etdilər? Eğer Peygamberimiz deseydi ki hamımız eyniyiz, sen bütten iste, qəbirdən iste, biz Allah'a ibadət edin, düşmənci olmayacaqdı. Dedi yok, Allah'tan başkasından kömək istənilməz. Demirdilər ki Məkkə müşriklər ki bu bütlər göyləri yerləri yaradıb. Xeyr, deyirlər göyləri yerləri Allah yaradıb. Bunlar bizi Allah'a yaxınlaşdırır. Dedi yok, onlar Allah'a yaxınlaşdıra bilməz. Subhanallah. Allah həmçinin sevdiği əməlləri yerinə yetirmək. Əsas deyil ki sən Allah'ı sevirsən. Əsas odur ki Allah səni sevirmi? Allah'ın sevdiği əməlləri yerinə yetirirsən mi? Allah'a şerik koşan, insanları şirke çağıran, o Allah'ın sevdiği emel değil. Allah'ın sevdiği kul olabilmez. Ne kadar insanlar onları tərifləsələr də, bu dünyada da tərif. Allah dərgahında Allah'a şerik koşanı ve şirke davet eden hiçbir değeri yoktur. Elbette ki bile bile bunu edersin. Ona göre alta peygamberler niye gönderip? Kul in kuntum tuhibbun Allah. De ki siz Allah'ı sevirsinizsə, fettebi'uni, mənə tabi olun. Yuhibbukumullah. Allah da nədir? Sizi sevsin. Ona göre Allah'a itaat, elçilere itaatlədir. Elçilerin yoluyla getmək. Ve elçilerin sonuncusu kimdir? Muhammed sallallahu aleyhi ve sellem. Çünkü onun risalesi bütün evvelki risaleleri nəsx edib. Bütün kitaplar kaldırılıb ve son din nədir? İslam dini. Allah'a çatmaq nədir? İslam dini. Ve yol nədir? Peygamberimiz sallallahu aleyhi ve sellemin yolu. Özümüzden dini uydura bilmərik. Ona göre en əzəmətli məsələ nədir? İnsan Allah'a ibadət etməsi ve ona hiçbir şeyi şərik qoşmaması. Eğer sual soruşursa ki Allah Teala bizi hansı gaye için yaradı? Cevap nedir? İbadetullah vahdə. Ancaq Allah'a ibadət eləmək, ona hiçbir şeyi şərik qoşmamaq ve biz ibadet hardan bilirik? Cevap nedir? Peygamberimiz sallallahu aleyhi ve sellemin buyruqları ilə.
Çünki Peyğəmbərimiz deyib gedin qəbirlərdən isteyin, yox. Deyib ki, ölülərdən isteyin, yox. Peyğəmbərimiz deyib ki, din ya övliya, yox. İnsanlar nədir? Özlərindən uydurublar. Ona görə nədir? Dinimiz Allaha tevhid və heç bir şey nədir? Allaha nədir? Şərik qoşmamaq. Ona görə nədir? Bu dinimizin nə idi? Əsasıdır və bunun üzərində qurulub. Ona görə də bu məsələni düzgün bilməliyik. İkinci, bu məsələni də toxunaq, kifayətlənir. İnşallah gələn söhbətlərimizə davam edəcək. Bu çox önəmlidir. Çalışarıq inşallah bu məsələlər nədir? Düzgün oxu. İkinci nədir? Ennallah la yarda en yüşrəkə mən əhədun fi ibadətihi la mələkü muqarrabun və la nəbiyyü mursalun. Allah Teala ibadətdə ona şərik qoşulmanız razı qalmaz. İstər mələk olsun, istər peyğəmbər olsun, istər elçi olsun. Yəni Allahdan başqa mələklərdən istəmək olmaz, peyğəmbərlərdən də istəmək olmaz. Çünki nə deyir Quran-ı Kərimdə? Cin surəsi 18-ci ayə. Və ennel məsəcidə lillahi. Bu ayə içində cavab verilmir Allah şərik qoşandır. Və ennel məsəcidə lillahi fələ təd'u ma'allah əhədə. Məscidlər Allahındır. Allahla yanaşı heç kimsəyə dua etmir. Bundan açıq-aşkar ayə ola bilər. Çıxır ya övliyə kömək ol, ya imam kömək ol, ya filan kömək ol. Əstəğfurullah. Oxuyun Cin surəsi 18-ci ayə. Allah da razı qalmaz deyir o kəslərdən ki, ona ibadətdə şərik qoşurlar. Allahdan başqasına istəyirlər, Allahdan başqa nəzri kəsirlər. İstər yaxın mələk olsun Cəbrail əleyhissalam, istər peyğəmbər olsun, elçi olsun. Çünki bunlar hamısı Allahın quludur. Peyğəmbərlər də Allahın quludur, mələklər də Allahın quludur. Əgər kömək istənilməyə Allahdan başqa kimsə layiq olmuş olsaydı, mələklərdən istəyərdilər də. Mələklər qədər güclü bir məxluq var, yox. Necə ola bilir ki, insan dünyasını dəyişəndən sonra gedib ondan kömək istəyirlər? Özü xəstəlikdən dünyasını dəyişib, deyirlər ki, mənə xəstə ver, şəfa ver. Subhanallah. Ona görə altıra ancaq nədən razıdır? Tevhid. Ancaq ona ibadət eləmək, heç bir şeyi şərik qoşmamaq. Fəmən əşrəkə mə'allah iləhən əxər. Kim Allahdan başqasını, Allah'a şərik qoşarsa, o yaradılmaq qayəsinə müxalif olub. Allah nə üçün yaradıb? Ona ibadət eləmək. Və ennəl məsəcidə lillahi. Məscidlər Allahındır. Fələ təd'u. Allahdan başqasını istəməyin. Allahla bərabər heç kimsə istəməyin. Dua məsələ dua ibadət. Məsələ duası, yəni istəmə duası, bir də ibadət duası. Subhanallah. Baxın deyir ki, məscidlər nə üçündür? İki şey üçün. Məsciddə insan nə edir? Allaha dua edər. Bir şeylə istəyər. Buna deyirlər ki, dua məsələ. İstəməkdə dua. Bir də var ki, dua ibadət duası. Nə deməkdir? Yəni namaz, ibadətlər, Quran oxumaq, elm öyrənmək, bütün bunlar hamısı ibadətdir. Bunlar da yalnız kimin üçün edilir? Allah üçün edilir. Subhanallah. Və ennəl məsəcidə lillah. Məscidlər Allah üçündür. Yəni məscidlər bunun üçün tikilir. Allah ibadət eləmək üçün ancaq məscidə tikilmir ki, bəzilər gedib qəbrin üstünə məscid tikirlər, sonra qəbri tavaf edirlər. Estağfurullah. Olmaz. Məscidlər ancaq Allah ibadət üçün tikilir. Fələ təd'u. Allahdan başqasını istəməyin. İstək duası, yəni bir şey istəyirsən və ya ibadətdə dua, yəni namaz qılmaq və s. Allahdan nəzir kəsmək olmaz, Allahdan başqasına kəsmək. Həmçin sən ibadəti yalnız namazı kimin üçün qılırsan? Allah üçün qılırsan. Deməli, duanı da Allahdan başqasına etmək olmaz. Namaz Allaha qılınırsa, deyirsən Allah üçün namaz qılıram, yaxşı. Sonra gedir ki, ya övliyə kömək. Axı ibadəti Allaha elədin. Niyə ondan başqasına istəyirsən? Ondan başqası üçün namaz qıl da. Deyir, ondan başqası üçün namaz qılmaq olmaz. Deməli, ondan başqası üçün namaz qılmaq olmazsa, Allahdan başqasına istəmək olmaz. Niyə namaz Allaha? İstəyə gələndə qəbir, ya imam kömək elə, ya övliyə kömək elə. Bu nədir? Ziddiyyətdir. Subhanallah. Ona görə nədir? Allahdan istəmək. Allah bir şey ver mənə, bağışla və ya əff eylə. Deyir ki, Allahdan başqa heç kimi bağışlamaz. Deyir, Allah məni bağışla. Sonra gedir ki, ya övliyə mənə ruzu ver. Bax, sən övliyə bağışlaya bilir, yox. Deyir, Allahdan başqa bağışlaya bilməz. Niyə? Deyir, ahirət dünyasındadır. Deyir, Allahdan başqa bağışlaya bilməzsə, Allahdan başqa ruz da verə bilməz sənə. Baxın ziddiyyata. Bəzi şeylər Allahdan istəyirlər. Deyir ki, Allahdan başqa heç kimi sən buna gücü çatmaz. Yaxşı, Allahdan başqa ruzu vermək gücü çatar, yox. Deyir, yaxşı, Allahım sən mənə cənnəti ver. Sonra deyir, övliyə mənə evlad ver. Deyə bilirsən övliyə mənə cənnəti ver. Deyir, yox, Allahdan cənnətin sahibi yoxdur axı.
Allah'tan başqa dua da başqasını istəməz. Cənnətin sahibi Allahdırsa, deməli, evlad da verən Allahdır da. Niyə bu ziddiyyət? Bəzi şeylər Allahdan istəyir, bəzilərini gedir Allahdan başqasını istəyir. Subhanallah. Allah neyini şərik qoşur? Olmaz. Ona görədir. Və qalə rabbukum ud'uni. Rəbbiniz buyurdu, ud'uni, mənə dua edin. Əstəcib ləkum. Duanızı qəbul edim. İnnəl-ləzini yəstəkbirunə ibadəti. O kəslər ki, dua, təkəbbürlü göstərirlər. Onlar zəlil ola cəhənnəmə girəcəklər. Ud'uni, mənə dua edin. Subhanallah. Yəni, təkəbbürlü göstərir dua nədir? İbadətdən. Həmçinin ibadət nədir? Namaz, zəkat, oruc və s. Subhanallah. Əstəcib ləkum, dualarınızı qəbul edim. İstədiniz verim, bağışlayayım sizi. Subhanallah. Və ennəl məsacidə. Məscidlər Allah üçündür. Allahdan başqasına istəməyin deyir. Subhanallah. Dua huvəl ibadə. Çünki buyurur Peyğəmbərimiz, dua ibadətdir. İbadət Allahdan başqasına edilməz. Sən həcci kimin üçün edirsən? Allah üçün edirsən. Həcc Allahdan başqasına edilər qəbirə. Deyirsən övliya, sənin üçün həcc edirəm, həccimi qəbul et. Yox. Allahdan başqasını demək istəmək də olmaz. Çünki ibadət, dua ibadətdir. İbadəti Allahdan başqasına sərf etməklə haramdır. Dua ibadətin deyir, beynidir deyir. Onun ki Allah ona şərik qoşmağı bağışlamaz. Subhanallah. Çünki bizim yaradılış qayəmiz nədir? Allah'a ibadət eləmək. Ona şərik qoşmamaq. Allahla öz aramızı vasitə tutmamaq. Vasitə nədir? Allah yaxın ibadət, dua, təqva, qəbir deyil. Subhanallah. Onun ki Allah da razı qalmaz. Allahla bərabər istər mələk olsun, istər yaxın mələk olsun Cəbrail əleyhissalam, nə peyğəmbər, nə elçi ona nədir? Şərik qoşulmaz. Cəbrail əleyhissalam seyyidül mələkə. Mələklərin seyyidi deyirlər. Ən əzəmətlisi, ən şərəflisi. Cəbraildən istəmək olar? Yox. Cəbraildən istəmək olmazsa, necə ola bilər ki, zəif bir məxluqdan kömək etsin, ya övliyə kömək? Subhanallah. Cəbraildən istəmək olmaz ki, mənə ruzu ver, mənə evlad ver. Hansı ki, Allah dərgah ən şərəfli mələk. Necə ola bilər ki, mələkdən istəmək olmaz? Bunu hər kəs qəbul edir. Mələkdən də zəif, aciz insan ölüb gedir qəbrindən kömək istəyir. Estağfurullah. Və ennəl məsacidə lillahi. Məscidlər Allah üçündür. Allahla bərabər heç kimsədən istəmir. Həmçinin peyğəmbərlər deyir. Və peyğəmbərlərdən də istəmək olmaz. Onun ki, bu əsasdır. Yəqinliklə şək gətirmədən buna iman gətirməliyik. Məscidlər Allahındır. Allahla başqasından istənilməz, dua edilməz. Subhanallah. Ona görə də Allahdan başqasına dua edən, yalvaran, əstəğfurullah. Bütün bunlar hamısı nədir? Peyğəmbərə heç Cəbrailə də eləmək olmaz. Ona görə nədir? Bu ən əzəmətli məsələlərdən birisidir. İnsanlar görsən yerləyirlər, Allaha şərik qoşurlar. Allah bizləri qorusun. Yəni onu görürəm ki, ibadətlərin sahibi Allahdırsa, biz niyə görə Allahdan, namazı Allaha qılırıq? Allahdan başqasından deməli istəmək olmaz. Göyləri, yerləri yaradan Allah, yaradanından istəyərlər. Allah göyləri, yerləri yaradanda sizin övliyalarınız, imamlar, köməkçiləri var idi, yox idi. Heç kim yox idi. Allahın şərikidirlər, yox. Uçsuz, bucaqsız səmalar, milyardlardır, ulduzlar, bütün kainat, sonsuz. Bütün bunları yaradan Allah. Əl-Hayyul Qayyum, daimi olan Allah, qala-qala, ola-ola. Necə ola bilər ki, insan gedib dünyasını dəyişən, fağır, zəif, xəstəlikdən dünyasını dəyişən və ya kiminsə tərəfindən öldürülən insandır, vurub kimsə öldürür. Ki, ondan kömək istəyir. İnsan özünü qoruya bilmir. Necə ola bilər ki, öləndən sonra hələ sənə şəfa da versin, evlad da versin. Estağfurullah. Allah da bizləri şərik qoşmadan qorusun. İnşallah bu məsələləri oxumağa davam edəcək ki, tövhid əhli olaq. Çünki cənnətin açarı budur. Cənnətin açarı budur. Və qəbirdə bizdən bu barədə soruşulacaq. Allah sonumuzu gözəl eyləsin. Uca Allah dualarımızı qəbul eləsin. Uca Allah da bizə hər zaman xeyir işlərdə müvəffəq eyləsin. Amin.